Salam, ərvatınız xeyir olsun. Dost TV nəfrində xoş gördük sizləri. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi fəaliyyət istiqamətindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırsınız. Bugünkü verilişimizdə biz sizlərə xüsusi qayğıya ehtiyacı olan körpələrin məktəbdə inklüziv təhsilindən və eyni zamanda reabilitasiya mərkəzlərində onlar üçün yaradılmış reabilitasiya xidmətlərinin tətbiqindən danışacaq. Və bununla bağlı studiyamıza dəvət etmiş qonaqlar sizə təqdim edəm. Sumqayıt Reabilitasiya Mərkəzinin həkim nevroloqu Sevinç Abbasova. Sevinç xanım, xoş gördük sizi. Təşəkkür edirəm. Və eyni zamanda Bakı şəhəri 202 saylı tam orta məktəbin həkim, pedaqoq və eyni zamanda defektoloqu Günay Cəllovadır. Günay xanım, siz də verilişimizdə xoş gördük. Sevinç xanım, istərdim ilk öncə sizdən başlayaq və ilk sualda sizə ünvanlayayım. Sindromlu uşaqlar üçün reabilitasiya mərkəzlərində hansı reabilitasiya xidmətləri təşkil olunur? Buyurun. Belə deyək, sindromlu uşaqlar üçün reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri çox geniş miqyaslıdır. Bunlara əsas aiddir tibbi reabilitasiya, bir də sosial-psixoloji reabilitasiya. Tibbi reabilitasiya dedikdə, burada fizioterapiyanın müxtəlif növləri, bura aiddir işıqla müalicə, istiliklə müalicə, həmçinin burada var su vannaları, hovuz müalicələri, müalicəvi bədən tərbiyə müalicələrə aiddir. Həmçinin əmək terapiyası xidmətləri var. Sosial-psixoloji dəstək, sosial-psixoloji reabilitasiya tədbirlərinə isə burada multidisiplinar bir komanda şəklində həm psixoloqlar, həm loqopedlər, həm nevroloq, həm də əmək terapisti və ergoterapevtlər birgə fəaliyyəti nəticəsində əlilliyi olan şəxslərin, həmçinin bu sindromlu uşaqların sosial-psixoloji reabilitasiyası ilə çox geniş məşğul olurlar. Burada ilk öncə reabilitasiya mərkəzlərdə olan fizioterapiyalar haqqında bir qısa məlumat verim. Buyurun. Burada bu uşaqlarda, sindromlu uşaqlarda fizioterapiyalar əsas yönlənir onların motorik inkişaflarının, hər iki funksiyalarının artırılması və yaxud da ki, bərpası üçün yönəlmiş fizioterapevtik prosedurlardır. Bunlara elektroterapiyalar, müxtəlif işıqla müalicələr, maqnit dalğaları ilə müalicələr daxildir. Bundan başqa, həmçinin dedim bayaq su vannaları, hovuz müalicəsi, bu cür sindromlu uşaqların müalicəsində su vannalarının, hovuz müalicəsinin çox xüsusi yeri vardır. Bilirik ki, bu sindromlu uşaqlar, ən çox da burada avtizmli sindromlu uşaqları qeyd edək ki, bu uşaqların su ilə müalicəsi, hovuzda müalicəsi çox geniş tətbiq olunur. Bu sadaladığınız xidmətlərdə ən çox hansı çətinliklərlə qarşılaşırsınız? Ən çox bu sindromlu uşaqların müalicəsində ən çox rast gəldiyimiz çətinliklər, onların bilirik ki, bu sindromlu uşaqlar, ən çox qeyd edək ki, avtizm sindromlu uşaqlar çox fərqli xüsusiyyətlərə malik olur. Yəni bunlarda deməli ünsiyyət bacarıqları fərqli olur, qavrama çox fərqli olur. Nitq onlarda demək olar ki, çox deməli gah ləngimiş olur, bəzi növlərində daha çox ünsiyyətə meyilli olur. Bu yönəmdə bu uşaqların bu cəlb olunması, bu müalicə növlərinə cəlb olunması daha çox diqqət tələb edir. Bu da ən çox düşür psixoloqların, psixoterapevtlərin üzərinə. Yəni bunları sosial adaptasiyaya, sosial mühitə inteqrasiyasında bunların mühüm rolu vardır. Sadaladığınız bu xidmətlər mütəmadi olaraq həftə içi, həftə ərzində hansı günlərdə tətbiq olunur? Yəni müəyyən vaxt ayırmısınız. Loqoped, psixoloq, idman müəllimi həftə içində neçə gün buna vaxt ayrılır? Reabilitasiya mərkəzlərində bu cür uşaqların, həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası 14 gün müddətində həftə içi 12 prosedur tətbiq olunur. Mən bu sualı nəyə görə birinci sizə verdim? Çünki məktəbə gəlməmişdən öncə reabilitasiya mərkəzlərində bizim bu xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız, körpələrimiz artıq oradan başlanılır. Bəli, orada formalaşır. Onlar da məktəbə gələndə bu inklüziv təhsillə bağlı sizin ikinizin birgə işləməniz bu önəmli bir məsələdir. Elə bundan bağlı istəyirəm bizim sualın və sizin cavabında davamı olaraq Günay müəllimə davam etdirsin. Günay müəllimə,
Sevinç xanım reabilitasiya mərkəzlərində reabilitasiya xidmətlərindən danışdı. Yəni ilkin olaraq hansı xidmətlər göstərilir və məktəbə artıq bəllidir ki, bəzi məktəblərdə artıq inklüziv təhsil verilir bizim körpələrə, qayğıya ehtiyacı olan uşaqlarımıza, körpələrimizə və istərdim elə davam olaraq siz bizə deyəsiniz, inklüziv təhsil nədir və hansı prinsiplərə əsaslanır? Buyurun. İnklüziv təhsil inklud sözündən götürülüb, yəni daxil etmə mənasını bildirir. İnklüziv təhsil bütün şagirdlərin, bütün uşaqların fiziki, əqli, ümumiyyətlə sosial bacarıqlarında fərqliliyi olan bütün uşaqların eyni mühitdə təhsil alma formasıdır. Yəni inklüziv təhsildə uşaqlar xüsusiləşdirilmir. Hər bir əlilliyi olan uşaqlar əlilliyi olmayan uşaqlarla birgə sinifdə təlimə cəlb edilir. Və bu zaman inklüziv təhsilin əsas prinsipləri nədir? Burada bərabər hüquqlu yanaşma, hər kəsin, hər bir uşağın təhsil alma hüququ var. Bu bizim qanunvericiliyimizdə də öz əsasını tapır. Və hər bir uşağın da əlillik dərəcəsindən asılı olmayaraq hər bir uşağın təhsil alma hüququ var. Və ona əsaslanaraq inklüziv təhsil sisteminin də özünün prinsipi ondan ibarətdir ki, bu uşaqlar bərabər şəkildə hər şey əlçatan olmalı və onlar həmin imkanlardan yararlanaraq təhsil almalıdırlar. Biz bilirik ki, xüsusi məktəblər var, inteqrativ məktəblər var. İnklüziv təhsilin ondan fərqi ondan ibarətdir ki, burada uşaqlar digər uşaqlarla bir partada əyləşir, onlar xüsusiləşdirilmir, təcrid olunmur. Uşaqların körpələrin sosiallaşmasını Bəli, birbaşa cəmiyyətdə sosiallaşmağına, inkişafına dəstək göstərir. İnklüziv cəmiyyətin formalaşmasına inklüziv təhsil yol açır. İnklüziv siniflərdə ondan da başqa uşaqlara müəllimlərin dəstəyi olur, korreksiyaçı pedaqoqların dəstəyi olur, psixoloqların dəstəyi olur. Uşaq və valideynlərin birgə əməkdaşlığı nəticəsində bizim uşaqlarımız hərtərəfli inkişaf edirlər. Əlilliyi olan uşaqlar gələcəkdə cəmiyyətimizdə inklüziv cəmiyyətin formalaşmasına birbaşa təsir göstərir. İnklüziv uşaqlarda, məsəl üçün sindromlu uşaqlarda hərəsinin özünə uyğun yanaşma tərzi seçirsiniz. Onlara hansı istiqamətdə yanaşırsınız? Birbaşa inklüziv təhsilə giriş etdiyi zaman yanaşma tərzi necə olur məktəblərdə? Ümumiyyətlə bildiyimiz kimi əlilliyi olan uşaqlar içərisində autizm spektr pozuntusu olan uşaqlar da var, Down sindromlu uşaqlar da var, fiziki əlilliyi olan uşaqlar da var və s. Hər biri olur və həmən uşaqların özlərinin də öz xüsusiyyətlərinə görə fərqli yanaşma metodları var, yanaşma istiqamətləri var. Bayaq həkimimiz də bildirdiyi kimi, Sevinç xanımın bildirdiyi kimi, autizm spektr pozuntusu olan uşaqlarda səslərə qarşı həssaslıq var, insanlarla ünsiyyəti qurmaqda çətinlikləri var, sonra onların gündəlik qaydaları var ki, rutinləri var, ondan artığına çıxa bilmirlər. Bəli, bir çox çətinlikləri olur və bəli, təmas, həssaslıqları var, toxunmaya və yaxud da başqa bir şeylər, həssaslıqlar və biz o həssaslığa uyğun olaraq təlim strategiyalarımızı qururuq. Yəni, əgər uşaq, biz birinci sinifə gələn uşaq onsuz da necə olur birinci sinifə gələn uşaq? Ağlayır, qorxur, anasının əlindən tutur, istəyir ki, ya qorxu hissi keçirir, sevinç hissi yaşayan da var. Hər cür necə fərqlidirsə, əlilliyi olan uşaqlarda o cür fərqlidir. Gələndə ilk günüsü, onsuz onlarda davranış pozuntusu hər birində özünü göstərir, anaya bağlılıq özünü göstərir, ola bilər ki, ağlasınlar və yaxud da ki, səs-küy onlara mane ola bilər. Doğrudan maraqlı bir mövzuət oldu və istərdim onu da xatırladasınız ki, bir sinifdə neçə sindromlu uşaq inklüziv təhsil ala bilər? Bəli, 20 ümumi uşaqdan 2 əlilliyi olan uşaq təhsil ala bilər. Neçə dərsdə iştirak edə bilərlər autizmli olan belə də uşaqlar? O müxtəlifdir. Bəzi uşaqlar var ki, 5 dərs tam olaraq əyləşir, dərsi qavrayır, dərs prosesinə qoşur. Söhbət gedir, davranış qaydalarından belə deyil. Onun, yəni daha qavrama prosesinin daha ləng gedəni var, daha davranış pozuntusu həddən artıq olanı var. Bəzisi olur ki, ikinci dərsdən sonra daha aqressivləşir, səslər onun
ötürüldüyü səslər ona mane olur və yaxud da bəzisi aca bilir, bəzisi dərmanlar qəbul edir. Bəzən də olur ki, onlar artıq sinifdə yorulurlar və orada bizdə kiçik motor bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif oyunlar aparılır və eyni zamanda orada qrup terapiyaları aparmaq olur və qrup terapiyaları nəticəsində uşağın həm akademik biliklərini yiyələndirməyə, həm də sosial bacarıqlarını inkişaf etdirməyə yol açır. Və lazımı olanda həm məktəbdə, həm reabilitasiya mərkəzində hər bir fərdi plan, məqsəd hər iki istiqamətdə əlçatanlığın təmin olunması. Hər iki istiqamətdə aparılırsa uşaqda inkişaf özünü o dərəcədə göstərir. Səms xanım, reabilitasiya mərkəzlərində autizmli olan uşaqların yanaşma və diqqət qayğı hansı istiqamətdə təşkil olunub? Onlara yanaşma tərzi çox fərdi olmalıdır. Fərdi yanaşma olmalıdır. Hansı ki, onların deməli onlara səbrlə, təmkinlə onlarla ünsiyyət qurmaq lazımdır. Çünki onların özünə məxsus emosiyaları var, onların özünə məxsus ünsiyyət formaları var deyənə bir qədər səbir, təmkin tələb edir. Bundan başqa onlara deməli lazımdır ki, göz təmasından dedik bayaq məcbur eləməmək. Çünki onlar göz təmasını çox sevmirlər və bununla biz barışmalıyıq, məcbur eləməməliyik. Aydın və sadə bir ünsiyyət forması seçmək ki, onların anlaya biləcəyi, başa düşə biləcəyi qısa, konkret, lakanik bir cümlələr vasitəsilə onlarla ünsiyyət qurmaq. Bundan başqa deməli rutinin qorunması dedik. Yəni onların özlərinə aid olan sabitliyi, hərəkətlərində olan sabitliyi saxlamaq və bunun üzərində inkişaf elətdirmək. Başqa dedik sensor həssaslıq. Bunlarda səslərə, işığa, kontakta qarşı çox özlərinə məxsus reaksiyaları var, sevmirlər. Ona görə onlarla çox sakit tərzdə, onları qıcıqlandırmayacaq tərzdə kontakt qurmağa çalışmaq lazımdır. Bundan başqa onların dedik özlərinin fərdi, yəni müstəqilliyini, öz fərdi xüsusiyyətlərini, cəmiyyət içərisində olan fərdi xüsusiyyətlərini aşkara çıxartmaq və bunu inkişaf elətdirmək lazımdır. Bir də pozitiv onlara kökləndirmək, yəni ki, onların hansısa bir xüsusi, kiçik bir xırda bacarıqlarını onların mükafatlandırmaqla, tərifə layiq görülməklə onlara bir növ motivasiya vermək, onlara stimul vermək lazımdır. Yəni, onların öz dünyasını daha da onlar üçün çox gözəl etməyə çalışırsınız. Bəli. Və eyni sualı sizə də istəyirəm ünvanlayım. Siz necə məktəblərdə inklüziv təhsillə məşğul olan müəllimlərlə, pedaqoqlarla da əlaqə saxlaya bilirsiniz? Yəni bəli, ki, reabilitasiya mərkəzlərində bu belə deyək də sindromlu uşaqlar məsəl üçün bu istiqamətdə daha tez qavrayır, daha tez başa düşür. Əlçatanlığın təmin olmasında sizlər necə bir-birinizə dəstək istəyirsiniz? Buna da toxunaq bayaq qeyd elədiyim kimi bu multidisiplinar bir şəkildə aparılır. Hansı ki, həmin mərkəzlərimizdə, reabilitasiya mərkəzlərində həkim nevroloq, psixoloq, loqoped, hətta əmək terapistləri bu sindromlu uşaqları, onları sosial adaptasiyalarını daha da inkişaf elətdirmək, cəmiyyətə inteqrasiyasını təmin etmək. Bu yönümdə reabilitasiya mərkəzlərində çox geniş tətbiq olunan əmək terapiyası təlimləri var. Əmək terapiyası otaqlarında xüsusi lövhələr, xüsusi avadanlıqlarla təmin olunmuşdur ki, hazırlayırsınız da inklüziv təhsil üçün məktəblərə, yəni ilk o əmək terapiyası olaraq, psixoloq tədbirləri olaraq oradan başlanır. Və bundan başqa bütün reabilitasiya mərkəzlərində çox geniş xidmət göstərən emalatxanalar var. Həmçinin bizim mərkəzdə də, reabilitasiya mərkəzində də böyük bir emalatxanamız var. Bu emalatxanalarda həmin bu sindromlu uşaqların, digər əlilliyi olan şəxslərin də xüsusi fərdi bacarıqları, onların demək olar ki, burada art terapiyalar, toxunma bacarıqları, makrama işləri var. Bundan başqa deməli onlarda digər var orada boyama, rəngləmə, digər art terapiyalar, toxuculuq və şəkil çəkmək, hər cür bacarıqlar orada var, qeyd olunur və onlar üzərində işlənir. Uğur olsun sizlərə bu istiqamətdə, yəni çox məsuliyyətli bir işə imza atırsınız. Gələcək üçün sindromlu uşaqlara dayaq, dəstək və onların müsbət nəticə əldə olunmasında böyük əməkləriniz var. Reabilitasiya mərkəzlərinin bu bir mənalı danılmaz faktordular. Çox sağ olun. Günay müəllimə, bayaq danışdıq, istəyərdim də artıq bir balaca geniş formatda ola və metodik dəstək. Yəni, metodik formada, inklüziv təhsildə metodikanın hansı növlərindən daha çox
yaralanmalıdır? Hansı istiqamətdə daha çox tədris olunmalıdır inklüziv təhsildə? Bəli, metodik dəstək dedikdə biz birinci olaraq yardımçı otağı bayaq vurğuladım. Yardımçı otaqda, yəni resurs otaq da deyirik ona. Burada lazım olan vəsaitlər var ki, yaş kateqoriyalarına uyğun olaraq hansı akademik biliklərə yiyələnə bilmək üçün vəsaitdə kitablar var və lazım olan materiallar var ki, məsələn, qum terapiyası var, sonra uşaqların ilkin bacarıq kimi mətbəx əşyaları var və yaxud da hər tərəfli, məsələn, var ki, uşaqlar kiçik motorika inkişafı üçün müxtəlif oyunlar var, segen lövhələri var və sair vəsaitlər var. Bununla yanaşı bu yardımçı otaqdan savayı sinif otağında da bu vəsaitlərdən istifadə üçün resurslar bolluğu var ki, sinif otağında da müəllim bu resurslardan istifadə edə bilir. Həm yardımçı otaqda, həm sinif otağında. Sinif otaqlarında müəllim öz şagirdinin fərqliliyini nəzərə alaraq, öz ehtiyacını nəzərə alaraq plan tərtib edir və o ehtiyaca uyğun olaraq vəsaitləri seçir. O vəsaitlər də resurslardan gəlir, resurs otaqlarından gəlir və eyni zamanda metodikanı təyin etmək üçün ilk aylarda uşağın valideynlə görüşərək, uşağı müşahidə apararaq, ehtiyaclarını müəyyən edərək biz onların resurslarını müəyyən edirik və fərdi plan tuturuq. Və fərdi plan əsasında müəllim şagirdə bu uşaq vizualmı qəbul edir informasiyanı, bu uşaq toxunaraqmı qəbul edir informasiyanı, bu uşaq elektron lövhədənmi qəbul edir informasiyanı müəllim təyin edirik. Müəllimlər təyin edirik və o yöndə uşağa dəstək oluruq. Bəzən olur ki, vəsaitlər canlı olaraq gətirdirilir, bəzən olur ki, elektron lövhədə canlandırılır, bəzən olur ki, uşaq rəngləyərək öyrənir. Yəni, bu seçimlər fərdi planda qeyd olunur və vəsaitlər ona uyğun təyin olunur. Strategiyalar da onun üzərindən qurulur. Müəllim bir çox strategiyalardan istifadə edir. Bəzən olur ki, hətta resurslarımızda, dərsliklərimizdə olan materiallar belə sadələşdiririk. Həmən uşaqların ehtiyacları nəzərə alınır. Əsas ehtiyaclardır və onlar üzərində görüləcək işlərdir. Biz onları uyğunlaşdırırıq ki, uşağın inkişafına yardımcı ola bilək. 2 nəfər inklüziv təhsil alan körpəmiz, uşaqlar. 20 nəfər sinifdə 20 nəfər uşaq var və onların psixikasına və psixoloji durumuna necə təsir göstərə bilirlər? Bunu monitorinq edirsinizmi və əgər təsir göstərirsə, onlara mane olursa belə deyək, onda hansı qərarlar qəbul olunur və yaxud da təsir göstərmirsə, birgə onların bir yerdə çalışmasına, təhsil alınmasına hansı müsbət nəticələr əldə olunur? Mən bayaq qeyd etdiyim kimi biz uşaqların nə qədər qavraya bilir, nə qədər sinifdə məlumatı qəbul edə bilir. Bunları ilk 2 ay ərzində, adaptasiya dönəmində biz bunları təyin edirik. Bir uşaq əgər sinifdə 2 dərs otura bilirsə, biz 2 dərsdən sonrakını məqsədə günbəgün 5 dəqiqə artırmaqla onu irəli aparmağa çalışırıq ki, yarım ildə 2 saat əyləşdiyi halda artıq yarım ilin sonunda biz 2 saat yarım artıq sinifdə əyləşdirə bilirik. Biz onu xırda-xırda addımlarla, hətta mənim bir şagirdim var idi, anasına çox bağlı idi. Biz onu anasından ayıra bilmirdik. Onu fərdi planda, məqsəddə təyin etdik ki, biz anasından ayıracaq və anası onu dəhlizdə gözləyəcək və uşaq təlim prosesinə özü tək cəlb olunacaq. Şərait yaradılır məktəblərdə. Bəli, mütləq valideyn ilk dönəmlərdə uşağına dəstək olmalıdır. Çünki tualet vərdişi var uşaqlarımızın, sonra qida ehtiyacları var şagirdlərimizin. Bunu tənzimləmək üçün ilk 2 ay, 3 ay valideynin bizə dəstəyi çox vacibdir. Çünki uşaqlar, autizm spektrli pozuntusu olan uşaqlar kənar şəxsləri öz yanlarına tez buraxmırlar. Bunun üçün də ilk olaraq anadan başlamalıyıq ki, yavaş-yavaş anasına ayıraq yanından və bizdə güvən qazanaq, özümüzə qarşı güvən qazanaq. Yəni bu da bizim zamanlarımızı ilk olaraq valideyn də əyləşə bilirmi sinifdə? Bəli, o şəraiti də bəli, o şəraitdə yaradırıq. Valideyn, indi mən misal çəkəcəyim şagirddə də valideyn uşaqla arasında bağlılıq möhkəm olduğuna görə şagirdin yanında əyləşirdi anası və biz
fərdi planda məqsədlər qoyurduq günbəgün. Bu gün birinci partada əyləşəcək, bu gün onun sağında əyləşəcək, bu gün 2 parta qabaqda əyləşəcək, bu gün 3 parta və tənəffüslərdə girəcək. Sonra dərs bitəndən sonra uşağı ilə görüşəcək və indi bizim uşağımız 5 dərs tam olaraq sinifdə əyləşir, məktəbin darvazasından özü sərbəst şəkildə gəlir, çantasını qoyur, oturur, hətta bufetə belə özü düşür. Valideynsiz. Bəli, Bu artıq sizin uğurunuzdur. Bəli, bufetə belə özü düşür, öz pulunu verir və istədiyi qidanı özü alır. Əvvəllər səhvən başqasına verirdi, hətta bu mərhələlərimiz də olurdu. Ona görə də biz o məqsədləri uşaqlara görə təyin edirik. Sevinç xanım, sindromlu uşaqların müasir reabilitasiya xidmətlərinin nə dərəcədə bunlara tətbiq olunmasına köməyi var və müsbət nəticələrin əldə olunmasında mühüm rol var? Tamamilə doğru buyurursunuz. Reabilitasiya mərkəzlərində bu sindromlu uşaqlar üçün, həmçinin digər əlilliyi olan şəxslər üçün də müasir avadanlıqlar, müasir texnologiyalı, yeni innovativ avadanlıqlarla təmin olunmuşdur. Bunlara aiddir robotik aparatlar, robotik texnologiyalı, yeni innovativ aparatlar, avadanlıqlar, 3D vizualizasiyalı deməli neyroforma cihazı var ki, bu Sumqayıt Reabilitasiya Mərkəzində də var. Hətta Şəmkir Uşaq Bərpa Mərkəzində, Reabilitasiya Mərkəzində də təmin olunubdur. Çox geniş tətbiq olunur bu neyroforma cihazı. Bu neyroforma cihazında biz pasientlərlə, hətta bu sindromlu uşaqlarla da belə hansı işlər görülür? Burada ilk öncə deməli hərəki məhdudiyyəti olan, yuxarı ətraflarda hərəkət məhdudiyyətli olan problemlər aradan qaldırılır. Onların hərəkət aktivliyini, orada müxtəlif 3D görüntülü oyunlar var. Pasientlər burada, uşaqlar burada həm əylənirlər, həm də ki, müalicələrini davam etdirirlər. Ən çox maraq dairəsi nə olur burada robotik bu təlimlərdə? Ən çox orada oyunlar var ki, müxtəlif oyunlar var ki, hansı ki o diqqət tələb edən oyunlar var. Onlar daha maraqlıdır. Hansı ki, bu otizmli uşaqlarda, həmçinin digər sindromlu uşaqlarda da bilirik ki, kognitiv problemlər var. Onlarda müvazinət, koordinasiya problemləri var, çatmamazlıqları var. Ən çox da bu deməli, kognitiv funksiyaların bərpası üçün olan, hətta orada misallar formasında, toplama, çıxma, vurma, bölmə formasında olan misallar var. Hansı ki, bu diqqət tələb edən kognitiv funksiyaları, hesablama, riyazi hesablama məşqlərini bərpa etmək üçün, daha da inkişaf elətdirmək üçün olan məşqlərdir. Ondan başqa diqqət tələb edən digər oyunlar var ki, orada məsələn, vacib əsas predmetləri hansını öncə götürür, hansını sonradan götürür. Ağacdan məsələn, fındıq dərir, ağacdan hansısa meyvəni dərir, maşın sürür, virtual oyunlardır yəni bunları. Özünü ekranda görərək, televizorda görərək bu oyunları təkrarlayır. Orada oyunların özlərində fərdi seçirik. Yəni hər pasientin, hər əlilliyi olan şəxsin hansı bacarıqlarını bərpa eləməyə çalışırıqsa, bəli, o öncə dedik, axı biz burada birinci olur erkən diaqnostika məsələsi var. Erkən diaqnostika aparırıq və bu erkən diaqnostikanın nəticəsində fərdi terapiya təyin olunur və bunun nəticəsi olaraq sosial adaptasiyaya doğru yönləndiririk. Təşəkkür edirəm, çox sağ olun Sevinç xanım. Günay müəllimə, Sevinç xanım yenə reabilitasiya xidmətlərində, müasir reabilitasiyadan, robotik təlimlərdən, bu inklüziv təhsildə şagirdlərlə birgə dərslərdə və bu dərs bitdikdən sonra şagirdlər evə gedir, inklüziv uşaqlar, sindromlu uşaqlar. Valideynlərlə təmasın qurulması və valideynlərə hansı tapşırıqlar verirsiniz? Yəni ki, birgə işləmək ki, rahat olsun bunların irəli gəlməsi üçün, hansı müsbət nəticəni əldə etmək üçün valideynlər də sizə dayaq olmalıdır, dəstək olmalıdır. Valideynlərlə iş birliyiniz necə olur? Hansı məsləhətlər, hansı orta məxrəcə gəlirsiniz və sizə necə dəstək olmalıdırlar? Əlilliyi olan uşaqların valideynlərinin bizə dəstəyi, necə əlilliyi olmayan şəxslərin valideynlərinin dəstəyi olmadan necə onları təhsilə yiyələndirə bilmiriksə və yaxud da onlarda belə deyək, gələcəkdə inkişafına təsir göstərməkdə, müsbət təsir göstərməkdə necə çətinlik yaradırsa valideyninin əməkdaşlığının olmaması, eləcə də əlilliyi olan şəxslərin valideynləri ilə olan əməkdaşlığın olmaması pis nəticələr göstərir. Ona görə onun qarşısını almaq üçün biz mütəmadi olaraq valideynlərlə əlaqə yaradırıq və uşaqlarının inkişafını daimi olaraq onlara bildiririk. Və
ilk anlardan, ilk günlərdən etibarən bayaq bildirdiyim kimi valideyn uşağının yanında dəstəkçi olaraq olur və uşağının sinifə adaptasiyasında, müəllimə öyrəşməsində, sinif yoldaşlarına uyğunlaşmasında valideynin bizə dəstəyi vacibdir. Həmən adaptasiya dönəmindən sonraki akademik biləklərə yiyələnmə dövründə isə fərdi plana valideynin də özünün istəkləri əlavə edilir. Uşaqlarını gələcəkdə hansı problemlər və o problemlərin aradan qaldırılması üçün hansı bizə qarşı tövsiyələrin tövsiyələr veririk. İlk dediyimiz kimi ilk uşağın ilk məktəbə gəldiyi gündən etibarən valideyn necə yanında olursa, daimi olaraq da adaptasiya dönəmindən sonra da biz valideynlə əməkdaşlıq edirik. Valideyn hər gün uşağı haqqında məlumat alır və uşağının inkişafını izləyir və izləməlidir. İzlədiyi halda lazımı olan hansı problemlərlə qarşılaşırsa, onu bizə verir, bəli, qeydiyyat aparır və bizə məlumat verir. Biz onu aradan qaldırmaq üçün yeni məqsədlər hazırlayırıq və aradan qaldırılması üçün müəllimlə birgə plan hazırlayırıq. Aydındır, çox sağ olun. Sevinç xanım, xarici praktikada reabilitasiya xidmətləri necə keçirirsə, onu bizim reabilitasiya mərkəzlərimizdə tətbiqindən istərdim. Buna da toxunasınız, buyurun. Mütləq şəkildə xarici praktikada yeni müalicə reabilitasiya metodikalarına, yeni innovativ üsullarla gedən reabilitasiya müalicə metodlarına hansı yönümdə keçirilirsə və bizim mütəxəssislər də həmin onlardan yararlanırlar. Ehtiyac olan halda həmin xarici ölkələrə təşrif buyuraraq orada praktikaların təcrübələrini artırırlar və həmçinin bu nümayəndələrin bizim ölkəmizə gəldiyi zamanlarda onların təlimlərindən, onların seminarlarından yararlanırıq. Çox müsbət xidmətləri var bu yeni innovativ üsulların, yeni xarici beynəlxalq səviyyədə olan keçirilən reabilitasiya prosedurlarının, yeni innovativ avadanlıqlarla hansı müalicə prinsipləri aparılır. Bunların hamısının gələcəkdə bu əlilliyin qarşısının alınmasında, əlillik səviyyələrinin, əlilliyi olan şəxslərin cəmiyyətə daha sağlam şəkildə inteqrasiya olunmasında, sosial adaptasiyasında çox mühüm rolu var. Təşəkkür edirəm, çox sağ olun. Günay müəllimə, istərdim elə siz də sonunda bu sualı sizə də ünvanlayım. Xarici praktikada inklüziv təhsilin xaricdə tətbiq olunmasına, bizim məktəblərdə necə bunun tətbiqi, hansı qaydada təşkil olunma aparılır? Ümumiyyətlə, xarici praktikaya üstünlük verilirmi? Belə deyim ki, 2016-cı ildə ilk olaraq bizim məktəbdə inklüziv təhsil sistemi açılarkən, tətbiq olunarkən bu layihə Alman üsulundan, Almaniyada üsuldan istifadə etdilər. Buradakı müəllimləri ora təlimə göndərdilər və oradakı mexanizmanı bizdə özümüzünküləşdirərək, belə deyək, sistemləşdirərək burada tətbiq etməyə başladılar. Bir çox layihələr hələ də beynəlxalq təcrübələr hələ də davam etdirilir. Burada UNICEF-in dəstəyi var, Təhsil Nazirliyinin böyük dəstəyi nəticəsində daimi olaraq xaricdən mütəxəssislər gəlir və biz pedaqoqlara, müəllimlərə, hətta 2018-2024-cü ildə dövlət proqramına əsasən müəllimlərin maarifləndirilməsi, səriştəsinin artırılması yönündə bir çox tədbirlər həyata keçirildi və daimi olaraq məktəblərə xarici beynəlxalq təcrübələr gətirildi. Biz ABA terapiyanı autizm sindromlu şəxslərdə istifadəsini, Down sindromlu şəxslərdə istifadəni biz onlarda tətbiq etməyə başladıq. Necə? Yəni həmən təlimlərə qoşulduq və həmən təlimlərdən öyrəndiyimiz məlumatları məktəbdə tətbiq etməyə başladıq. Bu da bizə dəstək oldu ki, həm özümüzün bacarıq və inkişaflarımız artırıldı, həm də uşaqlar üzərində bir çox uğurları əldə etməyə nail olduq. Yəni bu dəstəklər hələ də var, davam etməkdədir. Yəni bütün istiqamətlərdə uğurlar arzu edirəm hər iki sahədə. İstər məktəblərdə inklüziv təhsillə məşğul olan pedaqoqlarımız, logopedlərimiz, psixoloqlarımıza və eyni zamanda reabilitasiya mərkəzlərimizdə fəaliyyət göstərən psixoloqlarımızdır, nevropatoloqlarımızdır, bunlara da uğurlar arzu edirəm və xatırladım ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırdınız. Sağ olun.